Bu işığı çəkiblərsə bunu yandırmalıdırlar da. Niyə əhali dalına düşməlidir, bunu tələb eləməlidir ki, sən bunu çəkmisən, yandır. Hər yeri zibil götürüb gedir bu ərazidə. İnandırım sizi, külək qalxanda göydə salapan əlindən tərpənmək mümkündür. Hə, bax bura yer planetində yerləşir. Azərbaycanın paytaxtı Bakı şəhəri ilə təxminən 30-35 kilometr uzaqlıqdadır. İnzibati cəhətdən Abşeron rayonunun ərazisidir. Ərazidə mindən çox insan yaşasa da, buranın adı belə yoxdur. Bax bu kəndin Pereçkül ilə Müşfiq qəsəbəsinin arasındadır. Adı da yoxdur. 1500 evin bu hara gedirsən? Deyirlər Pereçkül ilə Müşfiqin arasında kət var, ora gedirik. Problem bununla da yekunlaşmır. Magistral yolda quraşdırılan işıq dirəkləri uzun illərdir işıq üzü görmür. Küçə işıqları 10 ildən yuxarıdır. Çəkilib, hələ bir dəfə yanmayıb. Burada o qədər yol nəqliyyat hadisəsi baş verib. İstər maşın malı vurub, istər adamı vurub. Buradan uşaq keçir, məktəb var. Qabaqda 2 yerdə, 3 yerdə məktəb var. Təzə qəsəbədə məktəb var, Müşfiqdə məktəb var. Bu qəsəbənin 1500 evdən çıxan uşaq orada gedir, burada gedir. Yolu keçməyə çox zülm çəkirlər. Yəni uşağı var, qocası var. İşıqlar yanmalıdır ki, bu işıq kimin hesabındadır, bilmirik hansı qurumun hesabındadır. Bu işıqların transformatoru da var o başda. Çasta çatmamış zaborun yanında transformator da qoyublar. Hələ bir dəfə indiyə qədər yanmayıb o işıqlar. Qəsəbənin kanalizasiya xətti də yoxdur. Yolları isə Dağ kəndinin yollarını xatırladır. Biz 25 ilə yaxındır ki, bu kəndə məskunlaşmışıq, burada başlamışıq, burada yaşamağa. Sistəcən bizim bir 30-40 ev var idi. İndi hal-hazırda bir 1500-ə qədər ev var. Bu 1500 qədər evin su xəttlərində özümüz çəkmişik. Kanalizasiyasında özümüz çəkmişik. Amma mərkəzi surətdə kanalizasiyalar tökülür o dəriyə. O dərədən də yayda iyi vurur bəri. Lazımdır ki, o kanalizasiya çıxa. Küçələrimiz pis vəziyyətdədir, bərbad vəziyyətdədir. Buranın problemi bitdimi? Xeyr, təbii ki. Hər yeri zibil götürüb gedir bu ərazidə. İnandırım sizi, külək qalxanda göydə salapan əlindən tərpənmək mümkündür. Gəldilər, təmizlik apardılar. Təmizlik aparandan sonra, yəni 3 gündən sonra həmin bərpa. Nə qədər dəfələrlə mən demişəm ki, o zibil qutusu oradan götürsün, yolun düz ortasında zibil yeşiləyə gətirib qoyurlar. Vətəndaşların problemi ilə bağlı Abşeron rayon Aşağı Güzdək qəsəbə bələdiyyəsindən bildirildi ki, həmin yerdə Laçından olan keçmiş məcburi köçkünlər məskunlaşıb. Yerli özünü idarəetmə orqanlarının büdcələri sakinlər tərəfindən verilən vergilər əsasında formalaşdığından yeni küçələrin asfaltlanmasında müəyyən yubanmalar müşahidə edilir. Buna baxmayaraq, məsələ qurumun tədbirlər planına daxil edilib. Sözgedən ərazinin spesifik xüsusiyyətlərinə uyğun olaraq məişət tullantılarının daşınması həftədə 2 dəfə olmaqla həyata keçirilir.